Hər kəsə salam. Bu videoda umaç halvası necə hazırlanır onu sizə göstərəcəm. 2 kilo pəsoğumuzun şərbətini hazır edirik. 2 kilo pəsoğa 1 litr su tökəcəyik ki, halvamızın şərbəti hazır olsun deyə. Nəzərinizə salım ki, mən halvanı 1 kilo yağa çalacam. Onun şərbətin 2 kilo pəsoq edirəm. Şərbətimizə 1 litrdə su töküb qoyuruq üstə qaynasın, hazır olsun deyə. Siz istəsiniz halvanı çox çalmaq üçün pəsoğun miqdarını artıq da eləyə bilərsiniz, yağın da miqdarını artıq eləyə bilərsiniz. İstəsiniz halvanı az çalacaqsınız deyə pəsoğun miqdarını az qoya bilərsiniz, yağın da miqdarını artıra bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, balımızı çox qaynadıb, çox qaynatmaq lazım deyil də. İstəyirsinizsə halvanız yumşaq düşsün, şərbət çox qaynamamalıdır, şərbət duru olmalıdır. Qaynayır balımız. Başlayırıq umacımızı hazır etməyə. 1 kasa suya 1 çay qaşığı duz əlavə edirik. Umacımızı hazır etməyə başlayırıq. Duzu yaxşı-yaxşı qarışdırırıq ki, suda həll olunsun. Unumuzu öncədən ələmişik. Onu da nəzərinizə alın ki, biz kənddə yaşadığımız üçün unumuz dərman unudur. Onun fərqi yoxdur. Umacımızı eləyirik, suyu unun üstünə tökürük, əlimizlə umac edirik. Umacımızı əlimizdə ovuruq, çoxlu ovuruq ki, xırda olsun da, narin olsun. Ovuruq. Umacımızı əliyirik ki, unu ələnsin, özü qalsın. Umacımız qalsın deyə ayırırıq, unundan ayırırıq. Əliyirik, kənara tökəcək, kənara tökürük kənara. Onu da nəzərə alın ki, bizim zonada umacı aş üstündən keçirdirik ki, o xırda olsun. Onun halvası daha da gözəl olur. Yeyəndə dişin altında xırt edir, xırtıltılı olur, dadlı olur. Biraz əziyyətli işdir. Qolunuz yorulacaq, amma əziyyətinə dəyər. Dadı çox gözəl olur. Aş üstündən keçirdirik, beləcə narin olur. Bu da umacımızın son halı, xırda, narin. Əziyyətli oldu, amma əziyyətimizə dəydi. Aş üstündən keçirdik. Halvamızı başlayırıq qovurmağa. Onu da deyim ki, mən bu halvanı qovurduğum tava mənim qaynanamın qaynanasından qalıb mis tavadır. Mən halvanı 1 kilo yağ götürdüm. Onu əridirəm. Qoyuram yaxşı ərisin. Sonra ədviyyatlarını qoşacağam. Nə lazımdır? Sarı kök, rəzgənə. Biz rəzgənə qoşuruq. Rəzgənə ona xüsusi bir dad verir. Yağımız əriməyə başlayır. Xırda qaynayır. 2 çay qaşığı sarı kök qoşuram. 2 çay qaşığı. Yağımız xırda qaynayandan sonra. Zövqə görə mən isiyot da qoşuram. Çünki isiyot halvaya xüsusi bir dad verir. 1 çay qaşığı isiyot qoşuram. Yağımız xırda qaynayır. Çünki xüsusi bir dad verir. 1 çay qaşığı da 1 çay qaşığından artıq rəzgənə qoşuram. Çünki o da çox bir gözəl, xüsusi bir dad verir. Amma yenə də zövqə görədir. Hissəsiz qoşun, hissəsiz qoşmun. Çünki zövqə görədir. Yaxşı qarışdırırıq. Həll olunsun ki, yağın içində yumru qalmasın deyə. Yağımızın rəngi də dəyişdi. Xırda qaynayır. Ədviyyatlarımızı tökəndən sonra umacımızı əlavə edirik yağın içinə, yavaş-yavaş. Yavaş-yavaş eləyirik ki, həm topaclanmasın da, yumru qalmasın. Onu da deyim ki, umacımız qəşəng alınıb da. Mən o aş üstündən keçirdiyim üçün umacımız çox gözəl alınıb. Umacımızı tökürük yağa, qaynar yağa. Bizim umacımız, onu da deyim ki, 2 kilo unun umacıdır. Qarışdırırıq ki, umacımız yağı çəksin canına, yağda həll olsun. Yağla umacımızı bir-birinə qarışdırırıq ki, top qalmasın.
Qarışdırırıq umacımızı, taxta qaşıqla qarışdırırıq ki, onda yaxşı olur. Yavaş-yavaş qarışdırırıq, çeviririk, altdan üstə çeviririk ki, yanmasın deyə. Umacımızın rəngi, onu da deyim ki, qızılı rəngə çalınmalıdır. Oxşamalıdır, qırmızı rəng olmalıdır. Kanalımıza abunə olun, zəhmət olmasa, videolarımı bəyənin, rəy yazın, şərh yazın. Xoşunuza gəldisə bəyənin, yorum yazın. Qarışdırırıq. Halvamızın rəngi qızılı rəngə çalır. Şərbətimizi tökürük yavaş-yavaş. Bismillah. Narahat olmayın, hamısını tökün şərbətin. Sonra qaşıqla yavaş-yavaş yedizdirə qarışdırarsınız. Çoxlu qarışdırın ki, unla şərbət bir-birinə qarışsın. Umacla şərbət bir-birinə qarışsın. Amma onu da deyim ki, çox gözəl dadı oldu. Çox gözəl. Allah hər kəsin tutduğu orucu qəbul eləsin, qıldığı namazı qəbul eləsin. Umac halvamızın son halı. Yuxa çörəyi də mən özüm bişirmişəm. Çox gözəl, həqiqətən də çox gözəl dadı oldu. Yumuşaq, yuxa çörəyin üstünə qəşəng yaxılır. Buyurun, yeyin, nuş olsun. Tərzdə videolarımız davam gələcək. Kanalımızı izləməyə davam edin. Şərh yazın, videolarımı bəyənin. Çox sağ olun. Allah hamımızdan razı olsun. Onu da deyim ki, ekranda bozbaş necə hazırlanır, onun da videosu çıxdı. Buyurun, baxın, bəyənin, rəy yazın. Çox sağ olun.